Bəşir deyir, gördüm ucaboy bir xanım gəlir. Allah necə deyim, 4 oğlu öldürüblər. Gördüm bu xanım tutub Əbəlfəzin yetim uşağının əlindən gəlir. Məndən soruşdu, Bəşir Hüseynimdən xəbər ver. Dedim, heç bu Əbəlfəzi soruşmur. Axırda dedim ki, başınız sağ olsun, Hüseyni şəhid elədilər. Gördüm, əyildi Əbəlfəzin balasının üzündən öpdü, yetim qaldım. Dedim, axı, mən sizə Əbəlfəzdən danışmadım. Dedim, Hüseyni şəhid eləyiblər. Dedi, Bəşir, oğlu mən böyütmüşəm, qeyrətim bilirəm. Mümkün deyil, Əbəlfəz sağ qala, Hüseyn şəhid ola. Bir belə məclis təşkil eləmişdi xanım Zeynəb, deyirlər Mədinədə. Ağlayırdılar, birdən gördülər ki, qapının ağzından bir Hüseyin vay səsi gəlir. Zeynəbə tanış səsi idi. Zeynəb məclisin başından gəldi qapının kəndarına. Gördüm, Mulbənin oturub ağlayır. Dedi, anacan, burada niyə oturmuşsunuz? Dedim, mən bu evin kəniziyəm, kənizin yeri qapının ağzı olar. Dedi, ana qızın çətin günündə anaya ehtiyacı var, gəlin yuxarı başa. Bir söz yazıblar, mən bilmirəm, amma ürək parçalayan sözdür. Deyir, baxdı, dedi, Zeynəb, mənim Əbəlfəzimdən bir gileyün qaldı, narazılığın qaldı. Xanım dedi ki, yox, qardaşlığın haqqın, imamlığın haqqını yaxşı əda elədi. Heç bir narazılığım yoxdur, amma ürəyimdə bir gileyim qalıb. Deyir, Ümmülbənim belə baxdı, dedi, xanım, nə gileyim qalıb mənim balamdan? Dedi ki, axır nəfəsimdə Hüseynə qardaş dedi, amma heç vaxt mənə bacı demədi. Elə həsrət qaldım bu sözə. Əlalə.